12-ci 13-cü əsrlərdə Kəmaləddin İsfahani adlı şair olmuşdur. Onu Xəllaqül Məani, yəni mənalar yaradıcısı adlandırmışdılar. Hətta Mövlana Muhammed Füzuli bir qəsidəsində onu ehtiramla yad eləyir. Kəmaləddin İsfahaninin bir qitəsi var ki, Mövlana Muhammed Füzulinin Mah-ı Məhərrəm oldu, məsərrət haramdır misrasını xatırladır. Çun Muhərrəm residu aşura, xəndə bərləb haram bayət kərd. Elə ki Məhərrəm və Aşura yetişdi, gülüşü dodağa haram etmək gərəkdir. Vəz pey matəm Hüseyn Əli, geri əz əb van bayət kərd. Əli əleyhissalamın oğlu Hüseyn matəmi üçün buluddan göz yaşı, ağlayış borcalmaq gərəkdir. Lənət düşmənaş bayət qoft, dostları tamam bayət kərd. Onun düşmənlərinə lənət demək, dostluğu, məhəbbəti tamam kamil etmək gərəkdir.